Xoş gördük əziz dinləyicilər. Bu dəfə də Ukrayna xüsusi əməliyyat keçirdərək Rusiyanın Moskvada Putinin dostu kəşfiyyat generalını məhv edib. Əlbəttə bilirsiniz, belə şəxslər çox ciddi surətdə qorunur. Artıq bu bir neçə dəfədir ki, Ukraynanın rəşadətli ordusu belə xüsusi əməliyyatlar keçirilir və insanlara artıq sadə gəlir. Çünki Ukrayna ordusu artıq belə bir əməliyyatlar keçirməyə öyrəşib. Amma həqiqətən də bunlar çox böyük hadisələrdir və siz təsəvvür edin, Moskvanın mərkəzində sən kəşfiyyat generalını, kəşfiyyat şefinin generalına əgər öldürürlərsə, güllə ilə vururlarsa, əlbəttə bu artıq Ukrayna ordusunun nə qədər dərinlərdə işləyə bilmə qabiliyyətini göstərir. İkinci isə mənim üçün də çox ciddi maraq doğuran hadisələrdən biri ondan ibarət ki, məhz Zelenskinin dilindən belə bir kəlmə ortaya qoyuldu ki, məhz Rusiya Amerika ilə görüşlərdə Dimitri planı üzrə 12 trilyon dollar, siz təsəvvür edin, rəqəmə baxın, 12 trilyon dollar Amerikaya verməyə hazırdır. Baxın, bu Rusiyanın planıdır. Dimitri planı ilə Trumpa bunlar sunulub və biz buna inanaqmı? Əlbəttə inanmalıyıq. Çünki bu günlərdə biz müəyyən mənada Trumpın Putinə qarşı hərəkətlərini, isti münasibətin müəyyən mənada görürük və bilirik ki, bunun arxasında nə durub. Və bu günlərdə artıq Zelenskinin belə bir kəlməni açıb, belə bir məsələni açıqlaması, prezident şəxsində belə bir kəlməni, belə bir hadisəni açıqlaması çox böyük bir hadisədir və həqiqətən də əsl reallıqlardan mənə elə qiymət verir. Və o kimlər ki bildirirdi, bax Putin belə güclüdür, vay Rusiyaya qalib gəlmək olmaz. Baxın, görürsünüzmü? Rusiyanı ayaq üstə saxlamaq, Rusiyanın məhz Putinin simasını gör necə qorumağa çalışırlar. 12 trilyon dollar. Təsəvvür edin, Rusiyanın ümumdaxili məhsulu 2,5 trilyon dollardır. 12 trilyon dollar Rusiya hökuməti məhz Trumpa verməyə hazırdır ki, ona öz ərazisində nə qədər, necə deyərlər, təbii ehtiyatlar yerimi olsun, müxtəlif sahələri verməyə hazırdır ki, yetər ki, Trump onun simasını, sifətini bu müharibədən uğurlu qutarsın. Baxın, əsl həqiqət bundan ibarətdir və bunu Zelenski birinci şəxsin dilindən bu kəlmə gəlirsə, demək ki, bu məsələ tamamilə doğrudur və tam surətdə öz təsdiqini tapıb. Təşəkkür edirəm, diqqətinizə görə.